ailənin içərisində olan şeyləri, ümumiyyətlə ailə belədir ki, ailə sənin qalandır. Ay sağ ol. Ailə sənə aiddir, özündür. səninkidir. Hətta mən bəzən deyəndə, məsələn, evə qonaq gəlməsini də mən xoşlamıram. Niyə xoşlamıram? Mən qonaqpərvər adamam. Məsələn, gəlsin, aparım dünyanın harasını istəyirsə, ən gözəl restoranda qonaq eləyim, yemək içmək alım onun üçün, yesin, içsin, amma sonra yola salım, evinə getsin. Yəni, evimdə mənə aid sahədə adam gəlirsən evində yorğun olursan, istədiyin geyimi geyinib uzanmaq istəyirsən, istədiyin kimi rəftar eləmək istəyirsən. Yəni, ən doğmalardır, yəni bacındır, qardaşındır. Mən onların dışında deyirəm, yəni yadları, yəni ki, onlardan kənarda təbii ki, bacı qardaşın öz evidir. Nə vaxt istəsə gəlir, nə vaxt istəsə gedər. O başqa şeydir. Amma ki, yadları evinizə soxmayın o adamları ki, o adamlar sizə birinci şirin gəlir. Daha sonra sizə elə zəhər yedizdirirlər ki, burnundan gətirirlər adamın. Etməyin, Arzu, sənə dəfələrlə dedim. Sən elə bilirsən, mən səni istəmirəm. Hərçənd ki, sən çox şeylər danışırsan, mənə gəlib çatır.